Elcünlə oynadı. Elcün kim ötürəcək? Cinahı dəyişdi. Haqverdi. Haqverdi baxır. Qarşısında bir müdafiəçi, artıq 3 müdafiəçi var. Ötürməsi Cavid. Və qol. Ötürməsi Cavid. Və qol. Mərkəzdə top ilə irəliləyir. Qapıya doğru zərbə olacaqmı? Ötürməsi Cavidə. Yenidən Cavid. Baxır, o da ötürməsi boş bir alan. Oyundan kənar vəziyyət. Hakim işarəsini verdi. Qapıya doğru zərbə. Cəsur yerində ikinci həmlədə top ələ keçirdi. Bir mövsüm top ələ keçirdi. Cinaha ötürmə. Sol cinahda Aksu komandası hücumu quracaq. Mərkəzə doğru ötürmə. Dəqiq paslar, göz oxşuyur. Haqverdiyə qədər gəlir. İndi isə topu Haqverdi ələ keçirir. Yenidən ötürməsi mərkəzdə var-gəl edir Aksu komandası. Dəqiq ötürmələr, dəqiq paslar və hücumu. Qapıçıdan təkbətək. Ay, Beylək kapitanlıq sarğısının ona həvalə olunmağının əbəs yer olmadığını göstərdi və topu ələ keçirdi. Hücumun qarşısı alındı. İndi Aksu komandası yenidən hücumu quracaq. Baxır Cavid. Ötürməsi mərkəzdə oyundan kənar vəziyyət. Sol cinahdan Aksu komandası növbət hücumu reallaşdırmağa çalışır. Ötürmə öz istədiyi kimi alındı. Elcün Abbaslı topa yetişə bilmədi. Qədim Hacı Hatəmli komandası hücuma meyillənib. Onlar öz növbəsində sağ cinahdan hücum edəcəklər. Ay, sərt oyun, amma hakim davam işarəsi verir. Sol cinahdan İsmail komandasının hücumu baş verə bilərdi. Müdafiəçi Mir Möhsüm öz dominantlığını ortaya qoyur və top ələ keçirib komanda yoldaşı ilə oynadı. Müdafiədən Aksu komandası hücumu quracaq. Tam sərbəst oynayır. İlk dəqiqələrdən, ilk 10 dəqiqədə İsmaillər daha aktiv görünürdü, amma daha sonra təcrübə və dinamik oyun sayəsində Aksu komandası oyuna hakimliyini ortaya qoydu. Qapıya doğru qeyri-dəqiq zərbə. Həsən Həsənli öz baxışları ilə topu meydandan çıxmasına şərait yaratdı. Haqverdi. Oy. Eyb yox yoldaşlar. Görək bu hücum nə ilə nəticələnəcək. Elcün Haqverdini gördü, yox. Bəli, alt. Beylək topu uzaqlaşdırır. Talih Babayev qarşılayandır. Elcün Abbaslı ötürməsi gözəl alındı. Sol cinahdan. Abdülxanov idi bu. Talih ilə oynadı. Talih Elcünlə oynadı. Elcün mərkəzdə, müdafiənin mərkəzindəki olan Mir Möhsümlə oynadı. Mir Möhsüm də cinahı dəyişir. Ayağı oynamaq olmaz. Haqverdi gözəl oynadı. Haqverdi topu özündə saxlamağı çox gözəl bacarır. Elcünlə. Elcünün də ötürməsi. Aha, bu dəfə ay, topu qəbul etməkdə çətinlik çəkdi. Aksu City komandası indi isə cinahdan irəliləyir. Bəli, Cavid də mərkəzə gəlir. Haqverdini də çağırır. Nə ilə nəticələcək? Qol olacaqmı? Bir müdafiədən keçdi. Ötürməsi. Bəli, out. Müdafiəçilər də yerindədir. Yaxşı bir epizod ələ keçirmişdi Aksu City komandası. Yararlana bilmədi. Oyunun son dəqiqələridir. Mərkəzə doğru ötürmək. Cavid buraxdı. Qapıya doğru zərbə. Cəsur. Aferin. Hər iki şık hərəkət. Küncdən zərbə. Küncdən zərbəni Elcün Abbaslı yerinə yetirəcək. Mərkəzə doğru asma. Qapıya doğru zərbə. Gözəl zərbə idi. Təkrar 2 ard-arda zərbələr və birinci epizodda Cəsurun möhtəşəm seyvi, ikinci epizodda isə bəxt amili Aksu komandasını 2-0'dan ayırır. Haqverdi. 2 müdafiədən keçdi. Qapıya doğru zərbə. Yenidən onda qaldı. Müdafiəçi Beylək ona qarşı sərt oynamağa çalışır. Daha dəqiq oynamağa çalışır. Beylək, aferin Beylək. Haqverdini keçdi.
Son dəqiqələrdə oyun daha da gərginləşir, daha da dinamik hal alır. Qədim Hacətəmli komandası oyunu bərabər bitirməyə çalışır. Aksu komandası isə ən azı hesabı qorumağa və daha çox bəxtini rəqib komandanın qapısında arayır. Gah qapı dirəyi, gah da qapıcı Cəsurun seyvi bunun qarşısını alır. İndi isə İsmaillılar standart vəziyyəti yerinə yetirəcək. Onların sağ cinahından qapıya doğru asma olacaq. Qapıcı da təxminən mərkəzə qədər gəlib. Nə ilə nəticələcək bu hücum? Asma. Ay 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 ay. Həsən Həsənlidən kobud səhv. Küncdən zərbə. Daha sonra İsmailli futbolçuları topa yetişə bilmədi. Həsən Həsənlidən möhtəşəm oyun görmüşük. Digər çempionatlarda və hətta bu oyunda da sərbəst oynayırdı. Çox rahat oynayırdı. Bu səhv komandasına baha başa gələ bilərdi. Amma bəxt onun üzünə gülür. Və oyun bitdi. Aksu City komandası 1-0 hesabı ilə qələbə qazandı. Bu möhtəşəm oyunu məhz İsmailli şəhərində, mərkəzi stadionda keçirildi. İsmailli futbolçuların azarkeşləri bu gözəl oyun üçün hər iki komandanı alqışlayırlar. Hər iki komandanın futbolçular da bir-birlərini gözəl oyun münasibətilə təbrik edirlər. Aksu komandası növbəti qələbəsini qazanır. Son arda-arda 2 qələbəsi. Sonuncu maç Olimpik Sabirabadla keçiriləcək. Sabirabadda baş tutmalıdır. Ola bilsin saatlı Adcun stadionunda baş tutacaq və o oyunda qalib gələrsə Aksu City komandası digər oyunun nəticəsini gözləməli və növbəti mərhələyə adlamaq üçün bəxtini sınamalıdır. Hər iki komandaya uğurlar arzulayıram. Xüsusi olaraq Azərbaycan Liqaları səhifəsi üçün Yalçın Qarayev.